Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Zülmətdən nura doğru verilişimizdə hər birinizi xoş gördük. Kərbəla mövzusu bizim dinimizdə, ümumiyyətlə bəşəriyyət tarixində çox mühüm mövzulardan biridir. İmam Hüseyn əleyhissalamın barəsində çox danışılıb. İmam Hüseyn əleyhissalamın Kərbəlası, İmam Hüseyn əleyhissalamın Kərbəlasından qabaq həyatı və elə Kərbəla hadisəsində də İmam Hüseyn əleyhissalamın şəxsiyyəti bu barədə biz mövzuya Quran-ı Kərim ayələrinə istəyirik baxaq. İmam Hüseyn əleyhissalamı Qurandan ayırmaq, ümumiyyətlə Kərbəla həqiqətini Qurandan ayırmaq düzgün deyil və Kərbəlaya, İmam Hüseyn əleyhissalama Quran gözü ilə, Quran işığı ilə baxmaq lazımdır. Necə ki, hər bir məsələyə gərək insan Quran gözü ilə baxa. Çünki Quran-ı Kərim bəsirət kitabıdır. Quran-ı Kərim gəlib ki, insanlara baxış öyrətsin. Nəyə, nə cür baxmaq lazımdır və necə görmək lazımdır. Çünki insanda bir baxış və görmə bucağı var. İnsan məsələyə hardan baxsa, o hardan baxdığı yer ona çox böyük təsir qoyacaq. Görürsən, bir dağa əgər yaxından baxarsan, o qədər də əzəmətli görsənməz. Çünki dağın ətəyində dayanmısan. Amma ona kənardan baxarsan, onun əzəmətin, gözəlliyini insan həqiqətən də görə bilər. Və möhtəşəm bir əsər olsun, möhtəşəm bir bina olsun. İnsan ona çəkilib kənardan baxanda görürsən, onun gözəlliyini tamam başqa cür insan görmüş olur. Kərbəla hadisəsinə, İmam Hüseyn əleyhissalamın şəxsiyyətinə gərək insan Quran gözü ilə baxa. Hada bəsairu linnas. Quran-ı Kərim buyurur ki, bu, yəni Quran kitab olaraq insanlar üçün bir bəsirətdir, bir baxışdır, bir görmə bucağıdır. İnsan gərək Quranın gözü ilə məsələlərə baxa. Axı, biz bu mövzunu təyin eləyəndə bu cür ki, insan gərək Quran gözü ilə baxa, insan fikirləşir ki, Quran hara, Kərbəla hara, İmam Hüseyn əleyhissalam hara, axı Quran Allahdan danışıb, axı Quran Peyğəmbərdən danışıb, qiyamətdən danışıb, əxlaqi dəyərlərdən danışıb, bu mövzularda əsasən Quran-ı Kərim danışıb. Amma Kərbəla hadisəsi də Quranın nazil olduğu dövrdən təqribən bir 50 il sonra baş vermiş hadisədir. Yəni, bunun Quranla nə əlaqəsi? Əgər biz belə düşünürüksə, deməli, Kərbəlanı sadəcə bir faciəvi hadisə, qanlı hadisə kimi başa düşürük, qəbul edirik. Amma əslində bu cür olmamalıdır. Biz Kərbəlanın mahiyyətinə, həqiqətinə baxanda nə görürük? Quranın həqiqətini onda görürük. Ümumiyyətlə, Quran elə bir kitabdır ki, onun həqiqəti, onun ayələri nədəsə görsənir. Nədəsə özün təcəllə elətdirir, aşkar elətdirir. Kərbəla da, bax, belə bir hadisədir. İmam Hüseyn əleyhissalamın Kərbəlası Quran nuru ilə, Quran işığı ilə tamam başqa cür görsənir. Quran-ı Kərimdə bir neçə yerdə Allah Taala işlərin aqibətinə, bəzi insanların aqibətinə diqqəti çəkir. Bir neçə şeyə Quran-ı Kərim bizdən nəzər salmağımızı istəyir. Biri də bəzi insanların bu dünyada aqibətidir. Ümumiyyətlə, aqibət məsələsi Quranın əsas məsələlərindən biridir, əsas mövzularından biridir. Məsələn, bir yerdə buyurur ki, unzuru keyfə kana aqibətul mükəzzibin. Baxın, görün ki, təkzibçilərin, yəni inkar edənlərin, həqiqəti dananların aqibəti necə oldu, sonu necə oldu? Siz bir zaman ola bilər ki, Allahın ayələrini, həqiqətləri danan insanların zahirdə, cəmiyyətdə qüdrət və dırnaqarası izzət sahibi olduqlarını görə bilərsiniz. Onların əzəmətini, onların böyüklüyünü görə bilərsiniz. Və bu əzəmət, bu qüdrət sizi aldada bilər. Elə bilərsiniz ki, onlar həqiqətən də haqdılar,
onlar nümunəvi insanlardılar, onların mövqeyi, onların yolu nümunəvidir, bütün insanlara örnəkdir. Amma belə deyil. Siz işin əvvəlinə baxmayın, işin axırına baxın. Bir adam əgər gəlir, kimisə, nəyəsə dəvət edirsə, hələ onun dəvətinə, əvvəlinə baxma. Sən onun axırına bax ki, gör o dəvətin axırı necə oldu. Bu çox önəmlidir. Bu, bizim maddi dünyamızda da bu cürdür. Həyatımızda da bu cürdür. Məsələn, bizə bir usta desələr ki, məsələn, filan kəs yaxşı ustadır, onu çağır sənin, məsələn, maşınıvı düzəssin, evi təmir eləsin, evi tiksin. Biz o dəqiqə maraqlanarıq ki, bunun əl işləri var haradasa, bu adam haradasa işləyib, haranısa tikib, haranısa təmir edib, hansısa bu adamın işinin məhsulu, nəticəsi var və yaxud da bir həkimdir, bizə deyirlər ki, filan həkim çox yaxşı həkimdir. Biz onun yaxşı həkim olduğunu hardan bilə bilərik? Onun işinin, gördüyü işlərin nəticəsindən. Yəni, o dəqiqə baxarıq, görərik ki, məsələn, bu adam, bu həkim filan xəstələri sağaldıb yoxsa yox. Əgər onun uğurlu nəticələri varsa, biz onun yaxşı həkim olduğunu, yaxşı usta olduğunu başa düşərik, bilərik. Yəni, bir insanı tərifləməklə deyil, hətta reklam eləməklə də deyil. Bəzən dünyamızda bəzi kəsləri, bəzi şeyləri reklam eləyirlər, amma baxırsan, həmin o reklam olunan kəs və yaxud da reklam olunan nəsə hansısa bir şey, hansısa bir mövzu, nəticə yoxdur orada. Yəni, məsələn, filan şey çox dadlıdır, filan şey çox şirindir deməklə deyil ki, təqdim eləməklə deyil ki, onun, belə deyək, satdığı məhsul, bişirdiyi məhsul necədir? İnsanlar tərəfindən, istifadəçilər tərəfindən bəyənilir yoxsa yox? Bax, nəticə mühüm məsələdir. Quran-ı Kərim buyurur, necə maddi dünyavızda siz nəticəyə baxırsınız, aqibətinə baxırsınız, birinin yaxşı və pisliyini onun aqibəti ilə ölçürsünüz. Bu elə məntiqli bir ölçüdür həm də. Bu məntiqli bir meyardır. Sən birinin yaxşı, pis olduğunu, peşəkar, qeyri-peşəkar olduğunu onun işindən, gördüyü işlərin nəticəsindən bəlli eləyə bilirsən. Necə maddi dünyamızda belədir? Ona görə də Quran bəzi yerdə buyurur ki, əfələm yəsiru fil ərdi. Niyə görə yer üzündə gəzib dolanmırsınız? Keyfə kana aqibətullezine min qablihim. Sizdən qabaqçılar, onların aqibəti necə oldu? Onların bir aqibətinə baxın. Əgər siz həmin kəslərin yolunu tutub gedirsinizsə bugün, axı insan dönür bir keçmişinə baxır. Keçmişindən örnəklər götürür. Deyir, onun həmin örnək götürmək istədiyimin aqibəti necə oldu? Məsələn, valideyn də öz övladına bəzən nəsiyyət verəndə, tərbiyə verəndə bu üslubdan istifadə edir. Bu Qur'anın üslubudur. Yəni, gəz, gör, bax, nəticə haqqında düşün. Bu Qur'anın üslubudur. Valideyn öz övladına tərbiyə verəndə, nəsiyyət verəndə, bəli, bəzən də bu cür istifadə edir ki, ay oğul, sən məsələn bu yolla gedirsən. Bax, məsələn, filan kəs bu yolla getdi, bu cür elədi. Gördün aqibəti necə oldu? Uğur qazanmadı. Yəni, bir yolun haqq olduğunu biz gedəndən soruşa bilərik. Yəni, yolun yolçuları var. O yolun yolçularının aqibəti necə oldu? Yolun yolçusunun aqibətindən biz bilə bilərik ki, bu gedməli yoldur, ki, nəticədə şanlı yoldur, yoxsa gediləsi yol deyil. Bir nəfər Həzrət Əli əleyhissalam baxdı, gördü ki, o adam dünyanın vəfasızlığından danışır və dünyanı pisləyir. Deyir, niyə pisləyirsən? Deyir, dünya məni aldadıb. Ağa Əmir əl-Möminin Əli əleyhissalam buyurur ki, dünya səni aldadıb, yoxsa sən dünyaya aldanmısan? Ağa, nə fərqi?
Deyir, böyük fərqi var. Dünya səni onda aldatmış olar ki, öz eybəcərliklərin gizlətsin, öz hilələrin gizlətsin, nə ilə aldadırsa onları gizlətsin və sən də onun gözəlliyini allanasan, zahirin bəzəyili görəsən, gedəsən, bir də baxırsan, görərsən ki, sən artıq tora düşmüsən orada. Dünya səni aldatmayıb, sən dünyaya aldanmısan. Dünya nə vaxt öz eybəcərliklərin gizlədib ki, səndən? Bir tərəfdə qəsrlər varsa, bir tərəfdə qəbirlər var. Bir tərəfdə sağlamlıq varsa, bir tərəfdə xəstəlik var. Bir tərəfdə cavanlıq varsa, bir tərəfdə qocalıq var. Bir tərəfdən dünyaya gəlmə varsa, bir tərəfdən dünyadan getmə var. Dünyanın xüsusiyyəti budur. Dünya köhnəldir, dünya insanı qocaldır, dünya zəiflədir. Dünyanın xasiyyəti bundan ibarətdir. Və dünya da bu xasiyyətlərini heç vaxtı gizlətməyib. Sən ibrət alasan deyə, aldanmayasan deyə, Allah dünyanın bu xasiyyətlərini sənə hər gün göstərir. Ona görə də sən bununla belə gedib aldanırsansa, deməli, taxsır sənin özündədir, dünyada deyil. Sən taxsırı atma dünyanın boynuna. Ki, dünya vəfasızdır, dünya pisdir. Dünya onda pis olar ki, o neysə gizləsin, sənə gəl desin, gəlib onu, belə deyək, əldə eləyəndən sonra baxıb görəsən ki, yox. Bu məni burada həlak elədi, bu mənim fəlakətimə səbəb oldu. Dünyada bu cür şey yox. Quran-ı Kərim, bəli, bu üslubdan istifadə edir, tərbiyəçilər bu üslubdan istifadə edir. Yolun hamar olduğunu, yolun yaxşı olduğunu o gedən yolcuların aqibətindən bilmək olur. Ona görə də Quran diqqətimizi aqibətə çəkir. Unzuru keyfə kana aqibətul mükəzzibin. Siz ki, bu insanların yolunu tutub gedirsiniz, ha? Allahı danırsınız, Peyğəmbəri danırsınız, imam danırsınız, Quran danırsınız, heç nəyə. Baxın, görün bunların aqibəti necə oldu. Bunlar getdiyi yol, gediləsi yoldu, yoxsa yox. Və o adamlar ki, Allaha inandılar, Peyğəmbərə inandılar, Allah deyən kimi, Quran deyən kimi yaşadılar, ömürlərin başa vurdular. Onların aqibəti necə oldu? Cəmaat, dünya bu insanları necə yad edir, o biri insanları necə yad edir. Yəni, Quran istəyir ki, biz özümüzdən qabağa dönüb baxaq. Necə bunu istəyir? İstəyir ki, aqibətə baxaq. Həm müsbət mənada, həm mənfi mənada. Vəl-aqibətu lil-muttəqin. Aqibət sonda təqvalı insanların əlində olacaq. Yaxşı, indi Quranın bu üslubu, Kərbəla hadisəsindən sonra biz Quranın bu göstərişinə əməl eləmək istəyirik. Quranın təkcə göstərişi namaz qılmaq deyil ki. Namaz qıl, oruç tut, həccə get. Quranın həm də bugünkü gündə mənə göstərişi budur ki, sən dön, aqibətə bir bax. Bu dünyada yollar ki var, o yolları gedənlərin aqibətinə bir bax. Sonuna bir bax. Quranın indi bu unzuru kəlməsinə mən əməl eləmək istəyirəm. Necə əməl eləyim? Ona görə də düşünməyək ki, Kərbəlanın Quranla əlaqəsi yoxdur. Quran hara, Kərbəla hara, Quran nə vaxt nazil olub, Kərbəla nə vaxt baş verib, xeyr. Quran bütün dövrlərə aiddir. Quran gəlib bütün və ma huwa illa zikrun lil alamin. Quran zikirdir bütün aləmlərə. Hada bəsairu linnas. O bəsirətdir, baxış verir insana. Hansı insana? Ancaq öz nazil olduğu dövrdəki yaşayan insanlara, Peyğəmbər zamanındakı olanlara, yox, linnas, bütün insanlara. Mənə indi necə baxıb? Mən indi hadisiyə baxıram, qiymət verirəm. Kərbəla hadisəsinə. Nə cür qiymət verəcəm? Qiymət verəcəm ya haqdır, ya batildir. Onun haq və batilliyini hardan bilim? Bax, ola bilər ki, sən hadisənin baş vermə zamanında yaşayasan, haqqı və batili müəyyən eləmək sənin üçün çətin ola. Adətən belədir. Bu incə nöqtəyə diqqətimizi çəkim və sözlərimi yekunlaşdırıram. Adətən belədir. İstənilən bir hadisə baş verən zamanda mühakimə etmək, onu
hansının haq, hansının batıl olduğunu bilmək, hansının səhv, hansının düz olduğunu bilmək biraz çətin məsələdir. Amma zaman keçdikcə, sular durulduqca hər şey çıxır üzə. Hər şey çıxır üzə. Əyri kimdir, düz kimdir, haq kimdir, batıl kimdir? Artıq zaman keçəndən sonra həmin hadisədə mühakimə edib o hadisəyə qiymət vermək asanlaşır. Quran-ı Kərim də özü də bizə asan yoldan aparır. Deyir, gəzün yer üzündə, baxın, aqibətə baxın. O kəslər ki, dandılar və yaxud da o kəslər ki, təqvalı oldular. Hansı biri bu dünyada qazandı, uğur qazandı? Kimi rəhmət qazandı, kimi lənət qazandı? Ümumiyyətlə, lənət və rəhmət insanın ömrünün nəticəsidir. Bir ömür yaşayır insan, axırda ya rəhmət qazanır, ya lənət qazanır. Ya Allahın mərhəmət sifəti ilə görüşür, ya qəzəb sifəti ilə görüşür. Hərçənd ki, qəzəb, yəni Allahın rəhmətinin bu insana nazil olmaması. Rəhmət nazil olanda insan faydalanır, amma rəhmət kəsildi, artıq qəzəb diyor. Yaxşı, Quran buyurur ki, baxın, indi biz baxırıq Kərbəlaya. Neçə illər sonra dönüb baxaq Kərbəlaya. Görək Kərbəlada bu Quran ayəsini necə görürük biz? Deyir, baxın, görün ki, o insanlar ki, İmam Hüseyn əleyhissalamın üstünə gəldilər. İmam Hüseyn əleyhissalamla vuruşdular. Və bir tərəfdə İmam Hüseyn ağa, bir tərəfdə Yezid ibn Muaviyə, Ömər Səd və onun tərəfdarları, bir tərəfdə də dediyimiz kimi İmam Hüseyn əleyhissalam və onun silahdaşları. Bunların aqibəti necə oldu? İndi baxırıq biz Kərbəlaya. Baxaq bir Yezidə, baxaq Muaviyəyə, baxaq Ömər Sədə. Bu kifayət eləmir ki, insan məsələnin haqq olduğunu, həqiqəti görsün. Quran bizə həqiqəti necə göstərir? Quran bizə həqiqəti sona baxmaqla, aqibətə baxmaqla göstərir. Deyir, aqibətə bax, həqiqəti görəcəksən. Bəli, Quranın bu ayəsindən biz Kərbəlada Kərbəlanın həqiqətin, mahiyyətini görürük ki, Kərbəlada haq yolunun yolçularının aqibəti necə oldu? Hüseynçilərin. Və əks tərəfdə olan insanların aqibəti necə oldu? Ona görə də Quran-ı Kərimin bu qəbil ayələrində, ki, mən daha başqa ayələr oxumadım, bu qəbil ayələrində çox hadisəni, belə deyək, çox məsələləri araşdırıb barəsində hökm vermək olar, o cümlədən Kərbəlanın barəsində. Allah bizi İmam Hüseyn əleyhissalamla dünya və axirət ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.